Bu dəfə birlikdə pomidor, xiyar turşusu hazırlayırıq. Əslində niyyətim sadəcə çeri pomidor turşusu hazırlamaq idi. Sadəcə pomidorlarım həyətdən, bağdan dərildiyi üçün, dərmansız yetişdiyi üçün bir çoxu içi çürük çıxdılar. Ona görə də qərara gəldim ki, pomidor və xiyarı birlikdə hazırlayım. Bunun üçün bankalarıma 2-3 ədəd xiyarı kəsib doğrayıram. Bu bankam 1 kiloluq olduğuna görə mən içərisinə 3 ədəd xiyar əlavə etdim. 800 qramlıq bankalara isə 2 ədəd xiyar əlavə etdim. Və xiyarlar da böyük olduğuna görə onları kəsdim. Əgər balaca olarsa kəsməyə bilərsiniz. Sadəcə kiçik bankada bütün o qədər də xoş görünmür. Daha sonra isə üzərinə 2-3 diş sarımsaq, 2-3 yarpaq lavrolilis, qurumuş şüyüdün bir topasını, məndə şüyüd hələ qurumamışdı, amma yenə də olsun. 1 ədəd acı biber və çeri pomidorlarımı əlavə edirəm. Daha sonra isə üzərinə duz, 1 yemək qaşığı, 2 ədəd qənd, 2 yemək qaşığı sirkə, 1 yemək qaşığı uksuz və qaynar su əlavə edib qapaqlarını örtürəm, bağlamıram, yüngül sadəcə örtürəm. 15 dəqiqə içərisinə dəsmal yerləşdirdiyim soyuq suyun üzərinə qoyuram bankalarımı, 15 dəqiqə qaynadıram. Daha sonra isə qazandan çıxardıb ağızlarını yaxşıca presləyirəm. Hər ehtimala qarşı qəşəngcə skoçla yapışdırıram. Əgər siz kiloluq, 3 kiloluq balonda və yaxud da 2 kiloluq balon bankada eləyirsinizsə, üzərini banka bağlayan maşınla bağlayırsınızsa skoça ehtiyac yoxdur. Amma rezervor qapaqla bağlayırsınızsa yaxşı olar ki, üzərindən hər ehtimala qarşı bir bağlama, 1-2 dəfə skoç fırladasınız. Videoda da kimi hər ehtimalı nəzərə alarıq. Beləcə əvvəlcə soyumağını gözləyirik, daha sonra isə sərin bir yerdə qışa saxlayırıq. Bu videonun sonunda isə sizlər üçün eyni zamanda acı biber videosu turşusunun hazırlama videosunda paylaşmışam. Ona da bağdakı bütün acı biberləri yığıb gətirmişik ki, qəşəng bir turşu hazırlayaq və sizlərlə paylaşaq. Siz də save edəsiniz videonu, gedib paylaşasınız. Deməli, ilk olaraq biberlərimizin baş saplaqlarını kəsirik. Daha sonra videoda gördüyünüz şəkildə iki yerindən deşiklər açırıq. Hər iki tərəfindən eyni məsafədə, eyni istiqamətdə deşiklər açırıq. Bankalarımıza dik bir şəkildə doldurub hərəsinin üzərinə 2-3 diş sarımsaq kəsib əlavə edirik və daha sonra isə 1 çay qaşığı şəkər tozu, 1 yemək qaşığı duz, 1 armudu stakan sirkə, üzüm sirkəsi mən istifadə etdim və qap-qaynar su əlavə edib, qapağını presləyib, biraz baş aşağı saxlayırıq, o yana bu yana çeviririk ki, içərisindəki duz və şəkər tozu ərisin. Daha sonra isə soyudub soyuducuya yerləşdiririk. Sərin bir otaqda növbəti günlərdə saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun. Özünüzə yaxşı baxın, hələlik.